Salam əziz müəllimlər. Mən Murad müəllim. Bugün yenə sizlərlə birlikdəyik. Bugün yenə bəzi sualların izahına birlikdə baxacağıq. Keçək sualımıza. Deməli, 29-cu sualda bizə belə bir tələb qoyub ki, səhv fikirləri seçin. Birinci baxdığımız anda biz nəyi görürük? Sperma ilə prostat bəzinin ifraz etdiyi qidalı maddə spermatozoid adlanır. Xeyr. Spermatozoidin özü ilə prostat vəzinin mayesi birləşib qarışanda adlanır sperm. Buna görə birinci deyilən nədir? Elə yanlışdır. İkinci, qadınlarda yumurtalıqda folikulun partlaması aybaşı adlanır. Bu da yanlış fikirdir. Çünki bu folikulun partlaması aybaşı yox, ovulyasiya adlanacaq. Üçüncü, yetişmiş folikuldan yumurta hüceyrənin çıxması ovulyasiya adlanır. Bəli, bu doğru olacaqdır. Dördüncü, partlamış folikulun yerinə müvəqqəti xarici sekresiya vəzisi olan sarı cisim yaranır. Ona görə bu da yanlış olmuş olacaqdır. Beşinci, sarı cisim folikuların yetişməsinin ləngidən progesteron ifraz edir. Bu da doğru olduğundan bunu da seçməyəcəyik. Səhv fikirlər olacaq 1, 2 və 4. Yəni B variantı. Daha sonra baxaq 30-cu sualımıza. Cədvələ əsasən X və Y-i tapın. Okean yosunlarında fotosintez nəticəsində yaranan üzvü maddə 2 qram. Üzvü maddədə toplanan enerji X. Fotosintez zamanı yosunun üzərinə düşən günəş enerjisi Y-dir. Mən demişdim ki, quru bitkiləri əksəriyyəti günəş enerjisinin 1%-dən istifadə edəcək və xlorella idi yosunumuz ki, 12%-dən istifadə edirdi. Okean bitkiləri isə 0,4%-dən istifadə edirdi düşən günəş enerjisinin. Tamam. Deməli, fotosintez nəticəsində yaranan üzvü maddə burada nə qədər olub? 2 qram olubdur. 2 qram olub. Üzvü maddədə toplanan enerji deməli 17,6 bu 1 qramının parçalanmasına ayrılan enerji idi. Yəni əmələ gələn enerji idi. 2 qram olduğundan vuraram 2-yə, eləyər nə? 35,2. Deməli, bu nədir? Mənim X-imdir. Yəni, üzüm maddədə toplanan enerji miqdarımdır. Və deyir, fotosintez zamanı yosunun üzərinə düşən günəş enerjisi, düşən günəş enerjisi 0,4 eləyəcəksə əgər 35,2 100% X olmuş olar deyəcək. 100-ü buradan X bərabərdir. 100 vurulsun 35,2 bölünsün 0,4. Bunu da kalkulyatorun yardımı ilə etsək, 100 vurulsun 35,2 bölünsün 0,4. O da bərabər edəcək nəyə? 88.000 olmuş olacaqdır. Yəni, X-imiz 35,2, Y-imiz isə 88.000 olacaqdır. Bu da bizim A variantımıza uyğun gələcəkdir. Belə, keçək növbəti sualımıza. Növbəti sualımızda bizə nə deyir, baxaq. Deməli, 20-ci sual. 20-ci sualda bizə nə deyir? Hansı heyvanlarda həzm və ifrazat sistemləri bir-biri ilə bilavasitə əlaqəlidir? Bilavasitə əlaqəlidir. Mən birinci şəklə baxdığımda may böcəyini görürəm. May böcəyində həzm və ifrazat sistemləri bir-biri ilə əlaqəli idi.
Malpighi var idi, hansı ki bu böcəklərdə axarı hara açılırdı? Bağırsağa açılırdı. E, Sidik turşusu şəklində ifrazat məhsulu isə demişdik ki, nədir? Sidik turşusudur. Deməli, bağırsağa açılır. Buna görə də ifrazat və həzm sistemlərinin bir-biri ilə əlaqəsi olduğunu deyə bilərik. İkinci fərqlidir bir cür yaşıl vəzlər. Qurbağada da yenə əlaqəsi olmayacaq, məməlidə də yenə olmayacaq. Amma qurbağaya baxdığımız zaman, qurbağada dedik nədir? Həzm, ifrazat, cinsiyyət sistemləri hər üçü gəlib kloakaya açılır. Quşlarda da yenə həmçinin dedik ki, nədir? Bu sistemlər kloakaya açılacaqdır. Ona görə də mənim doğru variantım olur 1, 3 və 5 olacaqdır. Belə. Daha sonra baxaq növbəti sualımıza. 26-cı suala baxırıq. Sualda bizə nə deyir? Ribosom funksiyalı mərkəzində məlumat RNT-nin 2 tripletinin yerləşməsi nəyi təmin edəcəkdir, deyir. Baxın, mən öz PDF materialımda da bildirmişdim ki, burada birinci triplet nədir? Həmin məlumat RNT-si üzərindəki o tripletlərin, yəni kod hissəni oxumasını. İkinci hissə nədir? Həmin amin turşularının bir-birinə birləşməsini təmin edəcəkdir. Baxın, A variantında bizə nə deyir? İki amin turşusunun yanaşı yerləşməsi və onlar arasında peptid rabitənin yaranması. Yəni, normalda funksional mərkəzində məlumat RNT-nin iki tripletinin yerləşməsi bizə həmin bu amin turşularının yanaşı yerləşməsini və onların bir-birinə birləşməsini təmin edəcəkdir. Ona görə doğru variantım olacaq A variantı. Yəni, cümlə və cümlə öz PDF materialımda bildirmişdim bunu. Belə. Daha sonra baxırıq nəyə? Növbəti sualımıza. Deməli, baxırıq növbəti sualımıza 37-ci suala. 37-ci sualda nə deyir bizə? Cədvələ əsasən A, B, C və D-nin cəmini müəyyən eləyin. Deməli, A-ya baxdığımız zaman nə deyir? Tetraploid bitkinin bir gövdə hüceyrəsinin bölünməsinin anafaza mərhələsinin sonunda olan xromosom dəsti. Bu bitki zaten tetraploiddir, 4N'dir yəni. Anafaza mərhələsində nə edəcək? 2 dəfə artacaq. Yəni 8N olmuş olacaqdır bu. Gövdə hüceyrəsi dediyindən zaten bunun normalda diploid olan bədən hüceyrəsini götürmüş oluruq. Bu da bədən hüceyrəsinin tetraploid olduğunu mənə deyir deyə. Mən bədən hüceyrəsini tetraploid olaraq götürdüm, amma deməli, mitoz bölünmənin anafaza mərhələsində xromosom dəstinin 2 dəfə artdığını deyəcəyəm. Daha sonra nə deyir? B-də diploid heyvanın qaraciyər hüceyrəsinin bir növəsində olan xromosom dəsti. Diploid isə qaraciyər hüceyrəsi də yenə bədən hüceyrəsi olduğundan yenə də diploid olmuş olacaq. Yəni 2N olmuş olacaq. C-də deyir tetraploid bitkinin bir endosperm hüceyrəsində olan xromosom dəsti. Normalda diploid olanda bitki endospermi nə olurdu? 3N. Tetraploid olduğuna görə bunun endosperm hüceyrəsi olacaq nə? 6N. Daha sonra baxırıq D-də nədir? Yaşıl quş mamırının bir yarpaq hüceyrəsinin bölünməsinin metafaza mərhələsində olan xromosom dəsti. Yaşıl quş mamırında nədir? Gövdə yarpaq haploid olduğundan və metafaza mərhələsində hər hansı bir xromosom dəstinin artması, azalması, hər hansı bir proses baş vermədiyindən elə N olaraq da qalmış olacaqdır. 8N, 2N, 10N, üstünə gəl 6N, 16N, üzərinə gəl N eləyəcək nə? 17N. Yəni, Y variantı doğru cavab olmuş olacaqdır. Daha sonra baxaq növbəti sualımıza. Deməli, növbəti sual genetikaya aid bir sualdır.
bizə nəyi deyir? 39-cu sualda tünc saçlı, mavi gözlü kişi ilə sarı saçlı, qonur gözlü qadının nikahından sarı saçlı, mavi gözlü uşaq doğmuşdur. Ailədə tünc saçlı, mavi gözlü uşaqların və qonur gözlü uşaqların doğulma ehtimalını tapaq. Tamam. Tünc saç nə idi? Dominant idi. Yazıram. Ee, mavi gözlü kişi ilə tünc saçlı, mavi gözlü kişi ilə. Tamam. Mavi gözlü nə olacaq? Resesiv olacaq. Sarı saçlı qonur gözlü. Sarı saçlı qonur gözlü. Deməli, bu çarpazlaşıb sarı saçlı, kiçiyə, qonur gözlü bir nə ilə? Qadından ailə qurubdur. Və e, nikahından sarı saçlı, mavi gözlü uşaqlar əmələ gəlib. Sarı saçlı, mavi gözlü, yəni nə? Kiçik B əmələ gəlibdir. Kiçik B-nin əmələ gəlməsi üçün mən bu böyük B-nin yanında mən kiçik B yazmalıyam ki, çarpazlaşma zamanı bax burada gördüyümüz e, kiçik B-lərdən biri gələrkən bu da özündən kiçik B-nin birini versin ki, bu şəkildə övlad dünyaya gələ bilsin. Tamam. Və həmçinin də nədir? Sarı saçlı dediyinə görə. Yəni bu kiçik A-ların da əmələ gəlməsi üçün bu kiçik A-lar bir dənə kiçik A-nı verəcək və A-nın yanındakı da nədir? Məcburdur kiçik A olsun ki, bir-biri ilə birləşərkən kiçik B genotipli bir övlad əmələ gələ bilsin. Deməli, valideynlərin genotipini biz düzəltdik, tamamladıq. Daha sonra mən bu çarpazlaşmaya baxıram. Bu nədir? Birinci tərəf heterozigot, ikinci tərəf resessiv. İkinci fərdin birinci hissəsi resessiv, ikinci tərəfi heterozigot idi. Bu halda mən dedim ki, övladlar 1-1-1-1 nisbətində əmələ gələr. Mən bu formulu vermişəm öz müəllimlərimə, şagirdlərimə. 1-1-1-1 nisbətində övlad əmələ gələcəkdir. Deməli, bu nə deyir mənə? Ailədə tünc saçlı mavi gözlü uşaqların və qonur gözlü uşaqların doğulma ehtimalı tapın. Ona görə də qonur gözlü. Hə, artıq bu 1-1-1-1 nisbəti mənim tam işimə yaramayacaq. Tam işimə yaramayacaq. Çünki əlamətlərdən sadəcə birini verib mənə. Tünc saçlı mavi gözlü uşaqların. Bu heç, bu öz yerində. Bu hər iki əlamət üzərindən verdiyinə görə bu nağdı nədir? 25%-dir. Yəni bax bu 4 dənə 1-1-1-1 nisbətindən hər hansı biridir. Bu nağdı bilirəm 25% olacaq. Sonrasına isə bir əlamət verib. Bax sadəcə qonur gözlü deyib. Qonur gözlü uşaqların doğulma ehtimalını tapın. Qonur gözlü olması nə deməkdir? Böyük A, kiçik A olması deməkdir. Buradan baxdığım zaman böyük A, kiçik A. Baxın, birinci fərd əmələ gələrkən və daha doğrusu qamet verərkən böyük A, kiçik B, kiçik A, kiçik B. Digəri nədir? Kiçik A, böyük B, kiçik A, kiçik B. Deməli, buradan qonur gözün əmələ gəlməsi iki halda mümkün olacaq və demək ki, 4 fərddən ikisi, yəni 50%-i nədir? Qonur gözlü olmuş olacaqdır. Buna görə də doğru cavab olmuş olur B variantım. Belə əziz müəllimlər, suallar bundan ibarət idi. Sertifikasiyaya düşə biləcək, həmçinin MİQ-ə asan sual qismində düşə biləcək sualları sizə təqdim etdim. Ümid edirəm ki, mənim bu paylaşımlarım sizlər üçün yararlı olur. Dinlədiyiniz üçün təşəkkür edirəm. Sizdən sadəcə xahişim kanala abunə olmaq və kanalımızı abunə sayını artmağına yardımcı olmağınızdır. Belə əziz müəllimlər, təkrar təşəkkür edirəm. Bizimlə qalın, videolar davam edəcəkdir. Sağ olun, salamat qalın.